Salam uşaqlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün 21 dekabr tarixində OTK-nın keçirdiyi sınav imtahanının Azərbaycan dili suallarının izahına baxaq sizlərlə. İzaha keçməzdən əvvəl mütləq kanalımıza abunə olun və kanalımızda istədiyiniz qədər dərs videoları var. Hansı mövzunu istəsəz izahına da baxa bilərsiniz. Bunun üçün mövzunun adını yazıb qabağına Rəşad Hümbətov yazmanız kifayət eləyir. Həmin mövzu sizin qabağınıza mütləq çıxacaq. Və bu linkin altında, deməli, videonun altında WhatsApp kanalımızın da linkini yerləşdirəcəyik. Mütləq kanalımıza keçin. Hər gün maraqlı yarışlar, uduşlar və s. belə şeylər də olur. Belə, başlayaq suallarımıza. Deməli, deyir ki, tərkibində yalnız cingiltili, uyğunluğu müəyyənləşdirin. Tərkibində yalnız cingiltili samit səslər var. Baxırıq, burada x samiti kardır. 2-dir biri, yalnız cingiltili samitlər var. Rezində də yalnız cingiltili samitlər var. Digər tərəfdə isə yalnız kar samitlərin olduğunu deyir. Burada isə baxırıq ki, l cingiltili, r cingiltili, sahə sözündə yalnız kar samitlər var. Ona görə də cavab olacaq C variantı. Növbəti sualımıza baxaq. Tərkibində isimlərin işləndiyi halları müəyyən edin. Nümunənin tərkibindəki isimlərin hallarını. Ey göylər suları. Göylər deməli, yəlik haldadır. Qeyri-müəyyən yəlik göylərin suları. Suları sözündə də mənsubiyyət var. Adlı haldadır. Yəni, sən başlama, boşalma, dol. Tutduğun çiçəkli, reyhanlı bu yol, yolda adlı haldadır. Hər qəlbə sevinclər vəd edər bol-bol. Qəlbə yönlük haldadır. Sevincləri vəd edər. Burada da təsirlik haldadır. Zəhməti sözü, bu da deməli təsirlik haldadır. Zəhməti güldürən sənət olacaq. Deməli, bizə nə deyir? Adlıq, yəlik, yox. Adlıq, yəlik, yönlük, təsirlik. Y variantı. Məsələn, yəlik, bu adlıq, yönlük, təsirlik. Deməli, bunlar var. Sifətlərlə bağlı cədvəldə uyğunluğu müəyyənləşdirin deyir. Azaltma dərəcəsindədir sarımtıl, bunu görürsünüz. Uzun sov, azaltmadır, bəli, balaca adi dərəcədədir. Çoxaltma dərəcəsində olan hansıdır? Uzun saçlı adi dərəcədədir, yekəpər də adidir, qıpqırmızı çoxaltmadır, bəli. 1, 2, 6, bu da cavabımız nə olacaq? A variantı. 4-cü suala baxaq. Cədvəldə uyğunluğu müəyyənləşdirin. Nöqtələrin yerinə ü saiti yazılmalıdır. Müdir yazılır. Deməli, rüblük ü yazılır. Biri budur. Nöqtələrin yerinə i yazılmalıdır. Mühit, bütövdə də üdür. Deməli, 2 və 3 götürəcək cavab variantı. Düzgün yazılmış sözü müəyyənləşdirin deyil. Konsert sözü düz yazılıb, digərləri hamısı yanlışdır. Vaxt itirməyək. Uşaqlar mütləq WhatsApp kanalımıza keçin buradan və mütləq kanalımıza, YouTube kanalımıza da abunə olun, bildirişləri açın ki, sınaqlar daha çox sizə gəlsin. Siz hamıdan daha çox öyrənə biləsiniz. Mürəkkəb ismin işləndiyi cümləni müəyyənləşdirin. Çoxlu pul, sərvət, xoşbəxtlik əlaməti sayılmır. Deməli, burada ilə xoşbəxtlik sözünə baxırıq, mürəkkəb isimdir. Digər variantlara baxsaq, yumru qayalar, burada sifətdir. Digər C variantında ümumiyyətlə mürəkkəb yoxdur. Bir dənə mürəkkəb ifadə edən var, o da feildir. Başqa D variantında yoxdur, Y variantında da demək olar ki, yoxdur. A variantı cavabımız uşaqlar. Deməli, burada da hər kəs və özləri sözləri deyir ki, ortaq fikir müəyyənləşdirin. Bunlar da ismə məxsus şəkilçilər qəbul edib, özləri sözündə var, amma digərində hər kəsdə yoxdur. Qeyri-müəyyən əvəzliklərdə özləri təyin əvəzlikdir. Quruluşca mürəkkəbdir, xeyr, birincisi mürəkkəbdir. Yazılışa tərəfsiz fərqlənir, xeyr, isim əvəzi edir. İsmi sualına cavab verilir, cavab Y variantı. 8-ci sualınıza baxaq. Verilmiş sözlərin mənalarına görə uyğunluğu müəyyənləşdirin. Qiyamət sözü nə deməkdir? Məhşər günü, B variantı. Kompaniya nə deməkdir? Səhmdarların ticari və ya sənaye birliyi şirkət deməkdir, belə deyək. C variantında buraya yazacağıq. Növbəti sualımız. Feildən düzələn isimlər döy, döyüş, qır, qırıntı. Deməli, elə birdir də, qırmaq feilindən qırıntı yaranır, döymək feilindən döyüntü yaranır. Dağıntı sadə sözdür, çalışqan da sifətdir. Cavab olacaq 1, 3, B variantı. Hansı ifadələr bir-birinin sinonimidir? Burada qaçmaqla dayanmaq xeyir, oturmaq, durmaq xeyir, sadə, adi. Bax, budur. Şüşə ilə pəncərə də bir-birinin sinonimi deyil, bələdçi ilə müşahidətçi də deyil. C variantı. 11-ci suala baxaq. Deyir ki, nümunənin tərkibindəki sözlərin təhlili ilə bağlı yanlış.
Bu gün heç bilmirəm nə üçün, nədən, səma da mavidir, torpaq da mavi. İsimlər ümumidir, səma, torpaq, bunu düz deyir, səhv istəyir. Təyin əvəzlər işlənmişdir. Təyin əvəzlik burada görmürük. Təyin əvəzlər hansılardır? Hər, bütün, filan, öz, eyni. Onlar da yoxdur. Cavab elə B variantıdır, səhv fikir. Səma və torpaq isimləri adlı haldadır, bu düzdür. Sifətlər adi dərəcədədir, mavi, bunu da düz deyir. Əlamət bildirirlər, düzdür. Cavab oldu B. Verilmiş hər bir sözün fonetik xüsusiyyətləri ilə bağlı uyğunluq. Tüstü sözü necə tələffüz olunur? Tüstü. Deməli, yalnız kar samitlər yalan deyir. Burada D var, tüstü, səhvdir. Sümbül sözündə N yoxdur, tələffüzdə M olur. Ona görə kar qarşılığı yoxdur. N-nı təhlil etməli deyilik, sümbül olmalıdır. Dairə sözündə səs və hərflərin tərkibi fərqlidir. Bəli, Y artırılır bura, dairə. Samit və sait səslərin sayı bərabərdir. Bəli, 3 samit var, 3 sait Y-ni artırandan sonra. Qalibiyyət səs düşümü hadisəsi baş verir deyir burada. Y-nin biri düşür, bəli. Y-nin biri düşür. Samit və səslərin sayı bir-birlə bərabər deyil, bəli. 1, 2, 3, 4 dənə sait var, 5 dənə samit. Y düşəndən sonra. O da doğru fikirdir. Deməli, cavab olur 3, 4. Miqdar sayılarının olduğu cərgəni göstərin. Uşaqlar, deməli, bir dənə sıra sayını götürməyəcəyik burada. Miqdar sayı 3 yerə bölünür. Müəyyən miqdar, qeyri-müəyyən miqdar, kəsir sayı. Ona görə də digər variantlarda, məsələn, burada sıra sayı var, burada birlik isimdir, burada 10-cu sıradır. Bunlar ümumiyyətlə say deyil, cavab D variantı. Doğru fikri müəyyənləşdirin. Əvəzliyin 4 yox, 5 növü var. Sayıların mənaca 3 növü var, yanlışdır, 2 növü var. Mürəkkəb sifətlər defislə və biçi yazılır. Bəli, belədir, doğru fikirdir. Deməli, bütün sifətlər dərəcə bildirir. Xeyr, ola bilməz. İsimlər yalnız adlı halda nə sualına cavab verir? Xeyr, təsirlik və deməli, yəlik halda da verə bilər. Çəkic sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikir müəyyənləşdirin. Yalnız kar samitlərdən ibarətdir. Hər birinin cingiltili qarşılığı var. Çəkic, bəli, doğru fikir deyirsə, yalnız kar samitlərdən ibarətdir. Elə variantıdır da. Digər variantlar yanlışdır, uşaqlar. Hansını başa düşməsəz yaza bilərsiniz. Burada da Flüger mətnidir. Baxırsınız, oxuyursunuz, oxumamısınızsa bir daha oxuya bilərsiniz. Ekranı saxlayıb. Suallara baxaq. 16-cı sualda qarşısına rəqəm yazılmış hansı cümlənin məzmunu ilə əlaqəsi zəifdir? Burada bir dənə bu cümlə var idi. Baxın, bu cümlə deyir ki, meteor kosmosdan yerə doğru hərəkət edən kiçik göy cismidir. Bax, bunu götürəcəyik 3. 3. Cavab C variantı. Onun əlaqəsi yoxdur mətndən. Mətndə nöqtələrin yerinə yazıla bilər. Burada da deyir ki, Flüger küləyin istiqamətini təyin etmək sözünü götürəcəyik. Orada da təyin etmək B variantındadır. Mətndə tünd qara hərflərlə verilmiş ifadəni əvəz edən, orada tünd qara hərflə verilmiş məkan çox vacibdir. Burada da nə götürəcəyik? Mühümdür, yəni vacibdir. Mətndə qarşısına işarə qoyulmuş sözün izahıdır. İşarə qoyulmuş sözümüz hansıdır? Baxırıq. Ornament. Ornamentdə nə deməkdir? Burada, bax, budur. Rəssamlıqda, heykəltaraşlıqda təkrarlanan həndəsi elementlərin və ya bitki və heyvanların motivlərindən ibarət naxış deyə bilərik. Bəli. Bax, C variantı. Mətnə əsasən yanlış fikir müəyyənləşdirək. Bu cihazın daha dəqiq nəticə verməsi üçün hündürlük yerləşdirməsi vacibdir. Bəli. Flüger qədim zamanlarda damlara qurlaşdırılsa da, bugün yalnız elmi məqsədlə istifadə olunur. Xeyr, bugün də istifadə olunur. Elə yanlış fikir budur. Flüger deməli, memarlıq bəzəyi kimi binaların yuxarı hissəsinə quraşdırıla bilər. Bəli, mətndə demişdi. Flüger küləyin istiqamətini müəyyən etmək üçün istifadə olunur. Düzdür. Flügerin aşağı hündürlükdə yerləşdirməsi küləyin istiqamətinin dəqiqliyini azalda bilər. Bəli, yuxarıda yerləşdirilməlidir. B variantı, uşaqlar. Digər fənlərin suallarını görmək istəyirsinizsə belə baxa bilərsiniz. Amma onların izahını inşallah çalışacağıq ki, kanalımızda verək.